size göre gördüm ve aşık oldum. Neye aitti? Kıza yoksa Premier Lig'e? Çık 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 vakt gitti. Mənə Premier Lig'e. Kimə nədirsə komment yazsın. Şuralar Big Five tez bazar getiriyor. Kompüter yanımda yoktu. Evde de ona göre de kağıza yazmışam. Buradan oxuya gedəcəm. Şuralar Chelsea evde Leeds'i qəbul edirdi. 26-cı tur. Stamford Bridge'de şuralar. Deməli açılış João Pedro 24'te gol vurur. Palmer 58'de 2-0 elir. Ucu sanki oyun ölmüştü. Leeds comeback eleyebilmez. Çok adam fikirleşirdi ama 58'de Nimecha penaltiden vurur ve 73. dakikada Okafor 2-2 eləyir. Biraz sporlu gol epizodu olur şolar. El söhbəti olur ama yine de golu sayırlar. Jade Bogle'un goluna değer. Çok qəribədir. Mesela biz görmüşük ki gol epizodunda fərqi yoxdur. Qəsdən olmasa belə də adam əlinə dəyəndə gol atminit olunur son illərdə. Burada Jayden Bogle'un əlinə dəydi. Gol atminit olunmadı, sayıldı. Çox qəribədir. 2-2 şuralar Chelsea xal itirdi. Chelsea üçün 2 də evdə əlbəttə Leeds udmaq istəyirdi, 3 xalın qazanmaq istəyirdi. Yerini möhkəmlətdirmək istəyirdi turnir cədvəlini. Amma alınmadı. Chelsea azarkeşlərinə səbirlər. Şuralar. Keçən növbəti oyuna West Ham Manchester United Olimpik stadionda Londonda West Ham qəbul edir. United 4'te 4 eləmişdi. 5-ci oyuna çox az qalmış şuralar. Özünüz bilsiz. O Qaqaşın saçı kəsilirdi amma qismət bu günə deyilmiş. Soucek şuralar. 50-ci dəqiqədə gol vurur. Gerald Bowen qıraqdan Prastrel. Soucek bir kasayla gol. United'ın oyunu alınmır aşağı yukarı. West Ham da pis oynamır ama West Ham şota göre oynuyor. Onlar çünkü Premier Liga'da qalmalıdır. Mütləq 3 xal lazım idi ki Premier Liga'da qalmaq üzrə növbəti 3 xalını götürsün şolar. Ama United özündə güc tapır. Axırda gol vurur. Qıraqdan Prastrel, Benjamin Şeşko ağıllı ayağını qoyur. Top elə bir səbətə atır. Üçlük. Basket kimi şolar. Benjamin Şeşko 90+6'da 1-1 eləyir. Bir xal qazandırır United'da. Pis nəticə deyil. Əlbəttə United azarkeşlər qələbə gözləyirdi 4 oyundan sonra. Amma bir xalda bir xal şolar. United bir xalla qayıdır Londondan evə. Ona görə də keçirik növbəti oyuna. Keçən növbəti oyuna şolar. Növbəti oyunda çox az qalaq. City Fulham oyundan qabaq çox şey bəlli idi. Oyun başlayanda da onun sübut olmuş olar. Absolutely dominant futbol City başdan ayağa birinci dəqiqədən meydanca da o futbolçuların qaçışını görəndə sıraza hər şey hiss edirsən ki bu gün Fulham'ın şansı yoxdur. Antoine Semenyo 24, O'Reilly 30, Haaland 39. Birinci time'da hər şeyi həll edirlər. İkinci time formalli 45 dəqiqə olur. Arsenal'la xal fərqi 6 idi. 3'e saldılar bu oyundan sonra və çempionluq yolunu davam elətdirirlər. Şolar City'nin azarkeşlərini təbrik edirəm. Keçən növbəti oyuna şolar. Sunderland evdə Liverpool qəbul edirdi. Liverpool son uğursuz oyunlardan sonra getmişdi Sunderland'da evdə bu il biliyorsunuz oyun uduzmayıb Premier Liga'da. Amma necə deyirlər hər şey birinci dəfə olur. Liverpool qələbə qazandı. Van Dijk 61-ci dəqiqədə başla vurdu. Rikoşetlə nəsə gol olsa da axır Van Dijk'a sayılır. Şolar Van Dijk 1-0 eləyir. Liverpool 3 xalın qazanır. Liverpool azarkeşlərini təbrik edirəm. Çempionlar Liqasına düşmək çox vacibdir Liverpoola. Çünki Liverpool'un sastavı elədi, plus maaşları elədi ki, bunların sastavı Çempion Liqası üçün qurulub. Ona görə də Çempion Liqası çox vacibdir Liverpool üçün. 12 tur var. Ona görə də şans var. Liverpool azarkeşlərini təbrik edirəm. Şolar. Keçək növbəti oyuna şolar. Axırıncı oyun Brentford Londonda evdə Arsenal qəbul edirdi. Arsenal bilirdi City udub 3 xal mütləq çıxıb udmalı idi, 6 xal eləsin və rəqibini yaxınlaşdırmağa qoymasın. Amma elə bilmədi. Gücü çatmadı deyə, nə xarakteri çatmadı, oyuna alınmadı, heç nə olmadı. Şolar. Birinci time 0-0, birinci 10 dəqiqə Brentford qəşəng başladı, sonra ardasa Arsenal biraz toparlandı. İkinci time başlayan kimi Arsenal kontrolu ələ almışdı, amma 65-ci dəqiqədən sonra oyunu tam verdi Brentford'a. Şolar 61-ci dəqiqədə Noni Madueke hesabı açır. Hincapié qıraqdan Praster Madueke başına vurur. Protivaxod tutur qapısını şolar 1-0.
71'də də 10 dəqiqədən sonra gol buraxır. Coyote out içəri, Vandenberg başla skit və Lewis Potter Martin Ödegaard'ı qabaqlayır. 1-1 eləyir. Arsenal çox pis oynadı oyunu. Heç nə alınmırdı. Axırda şans var idi. Bu pis oyundan 3 xal qobartmağı Martinelli çox yaxın məsafədən gol vura bilmədi. Düzdür, qapıcı çıxmışdı, məsafə azalmışdı. Amma yenə də moment istifadə eləmək olardı, istifadə eləyə bilmədi. Dalınca Igor Thiago vura bilmədi, yuxarı vurdu. Brentford da axırda 3 xal götürə bilərdi. Məncə Arsenal azarkeşləri oyuna baxan adamlar bir xalla pis olmaz, çünki oyun vapşe getmirdi, heç nə alınmırdı. Brentford bizi hər yerdə üstələyirdi. Necə deyirlər, uda bilmirsəniz heç olmasa uduzma. Bir xalda, xal fərqi oldu, şolar 4 oldu. 4 oldu. Ona görə də heç nə. Şablon olsa da növbəti oyuna baxmaq lazımdır. 13 tur qalıb, sonra 13 tur qalıb. 13 turda şolar. Çempion bəlli olacaq, Çempion Liqası bəlli olacaq. Kim gedəcək, kim qalacaq. Kim çempionşipa düşəcək, hamısı bəlli olacaq. Yanımda kompüter yoxdur, turnir cədvəlini deyə bilmirəm. Belə əzbər bilirəm, prosta desəm hardasa səhv eləyəcəm, ona görə demək istəmirəm. Bundan da şolar 26-cı tur qutardı. Gözümüzü tikmişik 27-ci tura. İnşallah 27-ci turda görüşərik. Sağ olun şolar.